Herkese salam, kanalıma xoş gəldiniz. Bir aya yaxındır ki, mən video paylaşmırdım. Səbəb isə evdə səhhətlə bağlı problemlər idi. Bir yandan da baxış sayıları düşmüşdü. Video çoxlu like'lar gələrsə, inşallah motivasiya olub yeni videolar çəkəcəm. Belə bir yoğurt götürdüm. Vişnəlidir. Bu yoğurtun dadına heç baxmamışam. Bunun dadını bilmirəm necədir. Məncə dadı yaxşı olur. Yoğurtlara 2 manat 7 qəpik vermişəm 3 dənəsinə. Deməli 4 manat 14 qəpikdir. Bunlara bu qədər vermişəm. Bir də belə lavaşlar gördüm balaca boy. Deməli bunun 10 dənəsinə 65 qəpik endirim qoymuşlar. Yəni 80 qəpikdən 65 qəpiyə düşmüşdü. 2 dənə belə bir şey aldım. Lavaş aldım. Bir də mən belə skuşonkalar çox xoşlayıram. Amma hər firmanın dadı yaxşı olmur. Rogachev firmasını mən həmişə alıram. Yəni dadını bilirəm deyənə yaxşı firmadır. Əvvəlki skuşonkaların dadına çox oxşayır. O vaxtca doğuşan skuşonkalar olurdu, onun dadına oxşayır. Bir də belə 3 inək pendiri aldım. Qatılaşmış süt 2 manat 49 qəpik idi. 3 inək pendiri də 2 manat 50 qəpik. Belə bir ruçka aldım Banuya yazmağa. 29 qəpik bu idi. Bir də rənglənmək üçün 12 dənəli karandaş 1 manat 20 qəpik idi. Manatda belə peçeniya aldım. Bunun dadına baxmamışam necədir. Bunu da sınayacağım. Görüm yaxşıdırsa hər dəfə bundan alacağım. Xoşbeşi mən hər dəfə alıram. Ən çox biz kakaolusunu alırıq. Bu dəfə dedim çiyələklə alım. 2 manat 30 qəpik də bunun qiymətlidir. $3.95-də belə bir vaflidir. Bunun da dadına baxmamışam. Bir də Banuya belə rənglənmə dəftəri almışam. Birinci dəfədə alıram. Bunun da qiyməti 1 manat idi. Bu arada Banu karandaşları görən kimi istədi məndən. Mən də hələlik başın qatması üçün karandaşları qoydum. Belə vərəqdə qoydum ki, yazsın. Sonra bunu da verəcəm. Bunu da rəngləyəcək. İçində 16 səhifə var. 1 manat da məncə yaxşıdır. Bir də mən kefiri çox xoşlayıram. Həzm üçün çox yaxşıdır. 2 dənə də kefir almışam. Bir dənəsinin qiyməti 2 manat 59 qəpikdir. İkisinə 5 manat 18 qəpik ödədim. Getmişkən aptekə girmişdim. Belə Banuya balaca diş şotkası da almışam. Birinci dəfədir. Yəni heç vaxt dişdən də şotka vurmayıb. Birinci dəfə sınayacaq. Bir də ağcil almışam. Bu əsas ölü dərilər üçün yaxşıdır. Üzdə qara nöqtələr üçün yaxşı bir məhsuldur. Belə 4 dənəli ruşulada 50 qəpik pul ödədim. Bu da ölü dəri üçün yaxşıdır. Üzdəki ölü dəriləri təmizləyir. Florexidin qiyməti 70-80 qəpik olur. Yəni çox baha olmur. Bu qədər məhsulun hamısına mən 35 manat pul ödədim. Keçən dəfə yoldaşımın dayısı qızlar bizə gəlmişdi. Amma mən evdə deyildim, Atagildə idim. Gələndə gördüm ki, belə bir hədiyyələr alıblar Banuya. Çox sağ olsunlar. Buradan Sevdə ilə Nuranəyə çox təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Banuya belə hədiyyələr alıblar. Üstündə labubunun da şəkli var. Bir də belə bir şeylər alıb. Belə bir şeylər aldılar. Kofta ilə şalvarı dəsti. Bir də ayrıca koftadır. Bunları da Banuya geyindirərəm, yoxlayarıq. Əynində görək necə qalır. Çox gözəldir məncə. Gələcəkdə inşallah əyninə çox yaxşı olacaq. Çox sağ olsunlar. Buradan təşəkkür edirəm. Banu, yenə nə edirsən? Şəkil çəkirsən, Banu? Yox. Gəl Banu, bunu geyin. Geyin görək necə qalır. Dur baxım görüm necə qalır. Konfetlə aladıram başını. Dur baxım. Gəl konfet. Banu baba gəldi. Salam aleyküm. Bugün mən dəftər almışam. Rəyləmək. Ata da gedib alıb. Gör necə ürəyimiz birdir ki. Banu üçün şeylər alıb. Yenə ehtiyat karandaşları var. Bunlar da dəftərlər hamısı.
Dəftər ruçkalar. Onunla yok. Bak, Bunu da Rəhimə alıb. Bak, ona bak, bak. Yaz. Gel burada yaz. Bak onu. Ay maşallah. Arxasından silmək də olur. O nasıl ya? Tosan da. Ha, bu elektronlu da. Mən də elə bildim elektrondur. Ha, siz de flamasın. Dedim aslında koyacağız. Çok baha lazım değil. Əslində elə bu belə yaxşıdır. Özüm baha almadım. Yaz. Hoppa. Rəhimə şokolad buketini düzəltmişdim, amma verməyə qismət olmamışdı. İndi verəcəm, görüm reaksiyası necə olacaq. Sen ne güzeldi. Çok sağ ol. Canım. Çok sağ ol. Canım. Bak, onun ıskası var. Al onun ıskası. Bu güllər sabun güllərdir. Bir dənə bax gör dadı keçib yoxsa yox. Açaq baxaq. Bunun lentini aç birinci. Gel bununla yaz. Bununla. Bax gör dadı gəlir. Bununla. Dadı gəlmir ki, yox. Özümə baxım. Ay maşallah. Ay maşallah. 1 qram dadı gəlmir. Su etini. Nə iyi gəlir, nə dadı. Bu da yeməlidir. Güllər sabundur. Temi bağlamam da çoxdandan gəlmişdi. Hələ açmamışdım. Dedim ki, video çəkəndə sizinlə birlikdə açaram. Altı dənə belə ürək qəlibdən sifariş elədim. Bunların içində mən nişan videosuna baxmısınızsa, mən nişan videosunda belə ürək formasında qəliblərdən şokolad hazırlamışdım. Fikrim vardı ki, yenə də elə bir qəliblərdən şokolad hazırlayayım, amma hələ ki evdə durum o deyiliyəni hazırlaya bilmirəm. Qismət olsa, yəni video çəkəcəm, düzəltəm. Şokoladları da qoymağa belə bir gözəl qutular var. Bunlar da 5 dənədir deyəsən. Bunu da qiymətlərini yazacağım. Yəni təxmini yadımda deyil, sonradan yazacağım, ekranı görəcəksiniz. Bunun da ölçüsü böyük görsənirdi. Amma belə baxanda balacadır, elə əl boydadır. Yəni içində belə qəliblərdən şokoladlar hazırlamaq olar. Raffaellada ya da başqa bir şokoladlardan gift box hazırlamaq olar da, yəni şokolad buketləri. Çox gözəl olacaq. Bu aparat klokları birləşdirmək üçündür. Yəni açıq qalan klok varsa, bundan ağzını bərkitmək olar. Sizinlə yoxlayaq görək necədir, yapışdıra bilir yoxsa yox. Buradan düyməsi var, düyməni açacağım. Hepsi ilə zaletqedə qoşmaq olar. 2 dənə düyməsi var, bir hissəsində belə kəsmək üçündür. Bu hissədə birləşdirmək üçün. İşe yarıyor, birləşdir. Yəni bu hissələr görsüz birləşir. Açılmır. Bir də belə bir şey gördüm qızlar. Deməli soğan zad doğrayanda gözlər yanır axır. Bu aparatda onun üçün belə. Belə qabı var. İçinə nə istəsəz qoymaq olur. Bunun içində də eləmək olar. Heç buna ehtiyac olmadan videolarda görmüşdüm. Taxtanın üzərində elə soğanı qoyursuz, belə basanda özü kəsir. Yəni tokla işləmir. Belə eləyəndə kəsir. Bunu sınavdan keçirəcəm. Düşdü. Bunu sınavdan keçirdəcəm videoda. İndi görərsiniz. Bağlamaları açıb qutarandan sonra çəkəcəm video. Son siparişim də budur. Belə bir çanta sifariş elədim. Çox gözəldir materialda.
Keyfiyyətli çantadır, yəni firmanındır. Ekranda gələcəm hansı firmanındır. İndirmə düşmüşdü. Elə belə vaxt qiyməti baha olur. Yəni endirim vaxtı alanda çox gözəldir, yəni münasibdir. Keyfiyyətli materialdandır. İki hissədən ibarətdir. Bir hissəsində belədir. Taxmaq üçün belə bir şey də var. Zamaq yeri də var içində. Əsas mənə telefon üçün lazımdır çanta. Yəni böyük çantanın çox gərəyi olmur. Belə əsas telefon qoymağa, bir də kaşlıq qoymağa bəsdir. Əsas da bu detalı çox xoşuma gəldi, çox gözəldir. Buna uyğun bir dənə yubka ilə kofta da görmüşəm, ondan kombin eləyəcəm. İnşallah gələn dəfə bundan sifariş eləyəcəm. Keçən dəfə Temu Farmlanddan mən pulsuz hədiyyə almışdım 2 dənə. Deməli mən 5 ay bu oyunu oynadım, bu hədiyyəni qazandım. İndi bu yaxınlarda da ikinci turun hədiyyəsini qazanacağım inşallah. O da gələndə onu da çəkəcəm. Möhtəşəmdir. Siz də elə bir pulsuz hədiyyə əldə eləmək istəyirsinizsə, orada aşağıdan kod qoyacağım. O kodu yazarsınız, yəni oradan sizə su gələcək. Siz də həmin oyuna başlayın. İnşallah həmin hədiyyələri siz də qazanacaqsınız. Əslində bunu mən soğan doğramaq üçün almışdım. Qapağıma çıxdı ki, çuğundurla qatığı axşamlar yeyib yatanda çəki atmaq olur. Bunu neçə gün sınladım, həqiqətən effektini gördüm. Yəni neçə gün çuğundurla qatığı qatıb axşamlar yedim, səhərdə nəticəsini gördüm. Yəni biraz çəkim azaldı. Deməli bu yöntəmi 10 gün eləyirsən, 5 gün fasilə verirsən. Təkcə bununla iş bitmir. Şirniyyatı da, çörəyi də kəsmək lazımdır. Birinci belə yoxlayın. Birinci qabında yoxlayacağım belə çuğunduru. Sonra da belə taxtanın üzərində. Çuğundurun özü bəştər əvəzdir. Ona görə də bunluq deyildi. Onsuz da mən bıçaqla da doğrayanda çətinlik çəkirdim. Bunun işi ancaq blenderlıqdır. Bir dənə belə soğan soyub gətirdim. Bunu da sınavdan keçirdik. Mən neysə düz eləmirəm deyəsən. Cır arasında qalır. Önümü kəsdim. Bəlkə bunu keçirtməliyik. Mənzildə də yararlı məhsul deyil. Görürsünüz nə günə qoydu. Elə bir əzdi, doğramadı. Bəyənmədim ya bu məhsulu. Bəlkə geri göndərmək olsa göndərərdim. Bura qədər də izlədiyiniz üçün çox sağ olun. Kanala abunə olub bəyənməyi unutmayın.